Bismillahirrahmanirrahim. İslam tarixində risalətin möhkəmlənməsində, yayılmasında, inkişafında, müdafiəsində baş verən tarixi hadisələrdən də biri Peyğəmbərin Məkkədən Yəsribə, yəni indiki Mədinə şəhərinə hicrət etməsidir. Tarixi hadisənin xülasəsi belədir ki, Məkkə müşrikləri belə bir plan hazırlayır ki, hər qəbilədən bir nəfər yığışıb Muhammed sallallahu aleyhi və səlləm gecə yatarkən evinə hücum edib onu qətl etmələridir. Hər qəbilədən bir nəfərin də olmasından məqsəd bu idi ki, Bəni Haşim Muhammədin intiqamını almaq üçün onlarla müharibə edə bilməsin, döyüşə bilməsin və beləliklə onlar da öz istəklərinə nail olsunlar. Vəhiy mələyi bu xəbəri Allah Təala tərəfindən peyğəmbərə çatdırır və Allahın istəyini bildirir ki, Yəsribə hicrət etsin. Əlbəttə peyğəmbərin izini itirmək üçün onun yerində bir nəfər yatmalı idi. Bu şəxs də peyğəmbərin peyğəmbərliyindən ta şəhadətinə qədər 23 il ərzində daim peyğəmbərin çətin anlarında, çətin məqamlarında peyğəmbərin yanında olan Əli əleyhissalam olmalı idi. Peyğəmbər təbii ki, bu xəbəri Əli əleyhissalama bildirir və buyurur ki, mən Yəsribə hicrət etməliyəm, sən mənim yerimdə yat və mən yatarkən üstümə çəkdiyim yaşıl örtüyü də sən üstünə çək. Məkkə müşrikləri gecənin bir zamanında peyğəmbərin evini mühasirəyə alırlar və qapının deşiyindən baxırlar, görürlər ki, bəli, yataqda bir nəfər var. Onların zənnincə bu Muhammed sallallahu aleyhi və alihi və səlləm idi. Beləliklə evə hücum edib öz nəzərində tutduqları güya peyğəmbər idi, onu qətlə yetirsinlər. Bu zaman Əli əleyhissalam örtüyü üzərindən çəkir və onlardan nə baş verdiyini soruşur. Onlar Əli əleyhissalama soruşurlar ki, bəs Muhammed hardadır? Əli əleyhissalam cavablarında buyurur ki, siz Muhammədi mənə tapşırmışdınız ki, onu məndən soruşursunuz. Əli əleyhissalamın bu şücaəti, bu peyğəmbərə bağlılığı, peyğəmbərin risalətin müdafiəsi və Allahın razılığını əldə etmək üçün bu hadisədən sonra Əli əleyhissalamın şəəni haqqında Qurani-Kərimin Bəqərə surəsinin 207-ci ayəsi nazil olur. Ayə belədir ki: "Və minən-nəsi men yeşri nəfsəhu ibtiğaə mərdatillah." İnsanlardan eləsi vardır ki, Allahın razılığını əldə etmək üçün öz nəfslərini satarlar. "Vallahu raufun bil ibad." Həqiqətən də Allah bəndələrinə qarşı mehribandır. Bu ayədən biz görürük ki, Əli əleyhissalam Allahın razılığını əldə etmək üçün, peyğəmbərliyi müdafiə etmək üçün öz nəfsini Allaha satmışdı. Bu və digər ayələrin nazil olma şə'ni və nazil olma səbəbinə baxdıqda görürük ki, Əli əleyhissalamın imamətinə, Əli əleyhissalamın fəzilətinə, Əhl-i-Beytin məqamına, Əhl-i-Beytin imamətini bəyan edən bir çox ayələr nazil olmuşdur.